dövrədir, mənbədir, açardır, lampadır. Bu sadə dövrədir. Əgər biz bura hər hansı bir cəryanı və gərginliyi ölçmək üçün cihaz qoşsaq, ampermetr, voltmetr qoşulur. Aydındır ki, ampermetr ardıcı qoşulacaq, voltmetr isə paralel qoşulacaq. Və cəryan şiddətinin düsturu 2/2, klon bölü saniyə 60 ədədinə bir amper cəmdə olunmuşdur. Amper hissələri var, kiloamper, miliamper, bunları riyazi olaraq öyrənmək. Bizim burada aydın bir gəl şagirdimiz Aydın özü dövrə düzəldirdi. Bir dəqiqə şagirdə baxın. Düzdür, burada açar düymə açardan istifadə edildi. Açarı biz basını saxlayandan belə bir işığın yanmasını müşahidə edirik. Sadəcə o aydın səhv onda olub ki, açarı yəni ki dayanandan etməyibdi. Amma yenə də aydın sağ olsun ki, bu dövrəni qurdu və mənbədən birinə galvanik elementdən istifadə etdi, lampadan istifadə etdi və görürsünüz ki, üzərində işarələrlə qeyd olunubdur. Əgər biz bura dövrəyə bunu ölçmək üçün ampermetr qoşsaq, necə qoşarıq? Ampermetr necə qoşulacaq dövrəyə? Cihaz qoşsaq, cəryan şiddətini ölçmək üçün necə qoşarıq? İndi dedik. Ardıcıl qoşulacaq.